Sirkəsini necə içilir? Səhər içə bilərsiniz, bir stəkan suya bir xörək qaşığı əlavə edib içə bilərsiniz. Ancaq dediyim kimi, mütləq şəkildə mədənizlə bağlı heç bir sıxıntınız olmamalıdır. Xora, qastrit, helikobakter və s. bu kimi mədə turşuluğunun lazımdan çox yüksəlməsi, yaş faktorları da burada önəm kəsb edə bilər. Məsələn, 70 yaşında, 80 yaşında bir xanım, məsələn, o qədər olub ki, müraciət ediblər mənə, xanım alma sirkəsi faydalıdır və s. deyə hər gün alma sirkəsi içə-içə mədəsinin demək olar ki, nə bilmək, başına min cür oyun açmışdı. Xora yaranırdı, deşilirdi mədəsi. Ona görə ehtiyatlı olun. İnternetdə gördüyünüz videolar sizə filan şeyin faydası, filan şeyin nə bilim nəyi belə pafoslu şəkildə nələrsə də qarşınıza qoya bilər. Onlar onu eləyirlər ki, siz onu birdən-birə kimlənsə bölüşəsiniz, like eləyəsiniz və yaxud da ki, aktivlik artsın. Bir gecədə qarın piylərini yandıran, belə interes nağıllar danışa bilərlər. Lakin bunun bir də qaranlıq tərəfi var ki, onları təəssüf ki, heç kim danışmır bu barədə.